Ramazan süfrəsi ailəni bir araya gətirən ən gözəl ənənələrdən biridir. Bugün iftar süfrəmi biraz da xüsusi elədim. Qaynanam və qaynatamı iftara dəvət elədim. Əsas yemək kimi sobada quzu ətini saxsı qabda bişirdim. Əti və tərəvəzləri qarışdırıb ədviyyat və soslarla yaxşıca harmanladım. Üzərini yağlı kağızla bağlayıb sobaya qoydum ki, öz buxarında bişsin. Bişməyə 15 dəqiqə qalmış kağızı götürdüm. Sonra üzərini xəmirlə bağlayıb yenidən sobaya qoydum. Yanında da təzə kartofları ədviyyatlayıb bişməyə qoydum. Bir yandan da süfrəmi hazırlamağa başladım. Süfrədə sunqu salfeti istifadə elədim. 25 ildən artıq sun keyfiyyəti ilə möhkəm olur, asan cırılmır və bir neçə adi salfeti əvəz edir. Bir yandan isə axşamdan hazırladığım çiğ köftəyə forma verdim. Bilincikləri də təzə-təzə qızartdım. Tez bir pomidor şorbası da hazırladım ki, iftara isti bir başlanğıc olsun. Baxın, soba yeməyim belə alındı. Ət pambıq kimi yumşaq və soslu oldu. Öz çörəyi ilə yemək isə ayrı bir ləzzət verir. Reseptini də mütləq yazacağım, siz də hazırlayarsınız. Beləliklə ailəmlə birlikdə çox gözəl və bərəkətli bir iftar süfrəsi oldu. Birlikdə oturub süfrə başında yemək yeməyin dadı isə tam başqa olur. Allah tutulan bütün orucları qəbul eləsin.